Azərbaycan turizm bazarında ənənələşmiş yerlər var, hansı ki, İçərişəhər, Targovu, Atəşgah, Yanardağ, Şəki və s. Bunlarla məhdudlaşır. Amma əslində Bakı qəsəbələrinin çox böyük turizm potensialı var. Təəssüf ki, onlardan cəmi birinin, ikisinin gündəmdədir. Digərləri demək olar ki, tamamilə unudulmuş vəziyyətdədir. Bunlardan biri də Sabunçu kəndidir. Sabunçu kəndinin tarixi digər Bakı kəndlərinin tarixi kimi qədim zamanlara dayanır. Sabunçu kəndinin bir növ taleyini pis gətirməsi bir növ elə onun adından başlayır. Məsəl üçün hamı elə bilir ki, orada sabun bişirilib, amma əslində belə bir hal olmayıb orada. Hər hansısa bir sabun bişirən bir müəssisə olmayıb. Sabunçu kəndinin adı qədim türk tayfası olan Sabancının adı ilə bağlıdır. Sabunçu kəndi Bakının mərkəzdən sonra küçələşən ikinci məkanı olub. Artıq 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Sabunçuda küçələr kiminsə hansısa nəslin məhəllə adı ilə yox, sırf küçə adları ilə mövcud idi. Çerkovnaya, Vağzalnaya, Aybatinskaya, Kubinskaya və s. Son 4 ayda Sabunçuya 350-dən çox turist ziyarət edib və oranın tarixi ilə tanış olub. Hansı ki, gələnlərin çoxusu Sabunçu bazarına görə gəlir. Düşünürlər ki, orada əsas maraqlı yer bazardır. Bazar düzdür, Bakının ilk bazarlarından biridir. Digər Bakı kəndlərinə baxanda ilk bazar məsələ Sabunçuda, söhbət bazar statusunun almasından gedir. İlk bazar Sabunçuda açılıb, amma iştirakçılar gəlib turun 10 kilometrlik turistik marşrutla gəzəndən, oradakı yüzlərlə tarixi binanı, hekayəni dinləyəndən sonra görürlər ki, elə ən maraqsız yer bazar imiş. Misal üçün bizim bazardan sonra ziyarət etdiyimiz yer Yəhudilər məhəlləsidir. Yəhudilər məhəlləsi niyə Yəhudilər məhəlləsi deyilir? 19-cu əsrin sonunda neft erasının yüksək mərhələsində, yüksək pik vaxtında Sabunçuya Qubanın Qırmızı qəsəbəsindən dağ yəhudiləri gəlir neft kontorlarında işləməyə və artıq onlar həmin məhəllədə məskunlaşırlar. O məhəllənin özündə indi də yəhudi dilin, dağ yəhudilərinin dilini bilən şəxslər var. Həmçinin bu məhəllə sənətkarlarla, uzun müddət fəaliyyət göstərən sənətkarlarla məşhurdur. Məsəl üçün 72-ci ildə ilk optikanı Sabunçuda Fərhad Əsgərov açıb, hansı ki, həmin məhəllədə yerləşir. 53 ildir bərbər işləyən Alxas dayı həmin məhəllədə işləyir. 36 ildir mühərrik ustası işləyən Vadər dayı həmin məhəllədə işləyir. 56 ildir tikiş maşınlarının təmiri ilə məşğul olan Vaqif dayı həmin məhəllədə işləyir. Və s. Həmçinin ilk aptekdə, həmin Sabunçudakı ilk aptek Mirağa Seyidov tərəfindən həmin məhəllədə açılıb. Bu məhəllənin tarixi həm də ona görə necə deyirlər, önəmlidir ki, bayaq sizə dedim Alxas, bərbər Alxas dayı, onun atası Məşədi Məlik Xəlilov yəhudilərə öz evini sinaqoq kimi istifadə etməyə vermişdi. Bundan başqa Sabunçuda 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli 3 məktəb fəaliyyət göstərirdi. Hansı ki, onlardan biri gimnaziya tipli idi. Bu məktəblərdən biri də Nobel qardaşlarının şəhərciyinin yanında yerləşən, hələ də günümüzə qədər fəaliyyət göstərən 67 nömrəli məktəbdir. Bu məktəb, misal üçün, çox böyük şəxsiyyətlər yetişdirib. Onlardan biri də Azərbaycan tarixində önəmli rol oynamış Nikolay Baybakovdur. Onun haqqında yəqin ki, izləyicilərimiz ətraflılaşdırır, necə böyük bir şəxsiyyət olduğunu görmüş olarlar. Misal üçün, Sabunçu xəstəxanası deyiləndə ağla həmişə xoş fikirlər gəlmir. Cəmiyyət biraz Sabunçu xəstəxanasını nəsə qəribsiyir, biraz yad yer kimi baxır. Amma əslində Sabunçu xəstəxanası dövrünün ən öndə gedən xəstəxanalarından biri olub. 1893-cü ildə Nabat xanım Aşurbəyeva, Teymur bəy Aşurbəyovun maddi dəstəyi ilə Sabunçu xəstəxanası 6 korpusdan ibarət Sabunçu xəstəxanası inşa olunub və təsəvvür edin 1908-1909-cu illərə aid Sabunçu xəstəxanasının illik hesabatında orada rentgen aparatının olduğu da qeyd olunur. Təsəvvür edin, ildə rentgen cihazı ilə nə qədər insana diaqnoz qoyulub, hamısının hesabatı var.
Sabunçu xəstəxanasının 6 korpusu heç də təsadüfən 6 korpusu inşa olunmayıb. Hər bir xəstəliyin, uşaq xəstəlikləri, qadın xəstəlikləri, doğum şöbəsi və s. hamısı ayrı-ayrı necə deyirlər, korpuslarda, yoluxucu xəstəliklər və s. hamısı ayrı-ayrı korpuslarda təşkil olunmuşdu. Bundan başqa xəstəxana ilə üzbəüz 1898-1904-cü ildə Misirli Müqəddəs Makarius adlı Sabunçu Balaxanı kilsəsi inşa olunub və 1904-cü ilin yanvarında təntənəli açılış mərasimi keçirilib. Bakının ən möhtəşəm kilsələrindən biri olub, hansı ki Bizans memarlıq üslubunda inşa olunub. Təəssüf ki, kilsə 1930-cu ildə ibadətə bağlanıb, 33-cü ildə isə tamamilə dağıdılıb. Mən özüm əslən Bülbüləliyəm, yəni uşaqlığımız bir növ Sabunçu bazarı ilə əlaqəli olub. Ya alış-verişə gəlmişik ora, ya velosipedi təmir eləməyə, ya velosiped sürməyə oralara getmişik və artıq mən uşaqlıqda oranın digər Bakı kəndlərindən çox seçildiyini fərqində idim. Hansı ki, hər küçəndə başdan-başa imperiya dövrünün binalarının inşa olunub. Təəssüf ki, Sabunçu tarixi günümüzə qədər tam araşdırılmayıb, samballı bir əsər kimi ortaya qoyulmayıb. Son aylar mən oranın tarixini araşdırandan sonra o binaların, məhəllələrin, o evlərin, belə deyək, orada yaşayan insanların hekayələrini öyrənəndən sonra artıq düşündüm ki, bura turistləri gətirmək olar və 10 kilometrlik turistik bir marşrut hazırladım. Hansı ki, bazardan başlayır, Dəmiryolu vağzalından başlayır, Sabunçu Dəmiryolu vağzalından gəlir, Komsomolska deyirlər, atəşgah dairəsində yekunlaşır. Təsəvvür edin, bura 6-7 qoçun mülkü, yüzlərlə imperiya dövrünün binası, kilsənin mövcud olduğu yer, Sabunçu xəstəxanası, Aşurbəyovların mülkləri, Nobel qardaşlarının böyük bir şəhərciyi, Aydınbəyov küçəsi var, hansı ki, Sabunçunun bir növ milyonerlər məhəlləsidir. Sabunçunun ən görkəmli evləri oradadır. Yeri gəlmişkən Nobel qardaşlarının şəhərciyi dövrünün işçiləri üçün, yəni fəhlə sinfi işçiləri üçün inşa olunmuş Bakıda ən mükəmməl yerdir. Artıq biz o şəhərciyə daxil olanda biz görürük ki, Sabunçuda Nobel qardaşları işçilərə necə böyük dəyər veriblər. Sözsüz ki, o evlər kiçik məbləğ qarşısında, tam havayı verilmirdi, kiçik məbləğ qarşısında verilirdi. Amma yerli və rus sahibkarların inşa etdiyi binalara, işçilər üçün inşa etdiyi binalara baxanda və Nobel qardaşlarının inşa etdiyi binalara baxanda aradakı fərq həqiqətən çox böyük, gözə çarpır. Məsəl üçün, Sabunçuda 1907-ci ildə ilk elektrik stansiyası inşa olunub, hansı ki, son bir ilə qədər o fəaliyyət göstərir. Yenisi inşa olunandan sonra o binanın fəaliyyəti dayandı, amma bina hələ də qalmaqdadır. Təsəvvür edin, digər Bakı kəndləri işığı neft çırağı ilə əldə elədiyi halda, qaranlıq küçələrdə gəzdiyi halda, Sabunçuda 1918-ci ildə Məhəmməd adlı kişi elektrik vurmasından dünyasını dəyişir. Yəni, Sabunçunun tarixi digər Bakı kəndlərinin tarixindən həddindən artıq çox seçilir. Həm bu cəhətdən seçilir ki, ora internasionaldır, yəni hər millətdən olan insan orada yaşayır. Çuvaşlar, inquşlar, ruslar, polyaklar, yəhudilər, ən çox da ruslar orada məskunlaşır, hansı ki, neft erasında ora köçmüşdülər. Elə indinin özündə də Sabunçuda rus sektorlarında oxuyan uşaqların çoxusu həmin dönəm Sabunçuya gəlmiş o rusların nəvələri, nəticələridir. Sabunçu turumuz Bakı Dəmiryolu vağzalından başlayır. Elə Sabunçunun bir növ inkişafına səbəb olmuş dəmir yolu ilə, qatarla gəlirik. Sabunçu Dəmiryolu vağzalında düşürük. Turlarımız demək olar ki, hər həftə sonu olur. Konkret say məhdudiyyəti yoxdur. 15-20 nəfər arası olur tur iştirakçısı. 3 nəfərlə, 5 nəfərlə də olsa turumuz keçirilir. Turun biraz məhdud tərəfləri var. Hansı ki, Sabunçuda biz normal bir yer tapa bilməmişik. Məsəl üçün, çay fasiləsi vermək üçün. Məsəl üçün, sanitar qovşaq problemi var idi. Azərbaycan dəmir yolları ilə biz müqavilə bağladıq ki, onların sanitar qovşaqlarından istifadə edək. Bu barədə bizə Bəxtiyar Hacıyev, Dəmir Yolları Mətbuat katibi köməkliyi elədi. Təşəkkür edirəm onda. Yəni, Sabunçu turunun biraz belə məhdud tərəfləri var. Piyada marşrut tamamilə piyadadır. 10 kilometri tamamilə piyada gəzirik
və mənə ən çox xoş olan odur ki, Sabunçu turun sonunda demək olar ki, hər turda bunu eşitmişəm ki, biz Sabunçunu belə təsəvvür eləmirdik. Yeri gəlmişkən Sabunçunun özəlliyi ondadır ki, siz gedin baxın, misal üçün Zabratın şəklini tapa bilməzsiniz, Maşdağanın şəklini tapa bilməzsiniz, Kürdaxanı, Pirşağı, Bülbülə, Əmircan 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə burada çəkilmiş hər hansısa bir şəkil tapa bilməzsiniz. Amma mən bayaq sadaladığım obyektlərin hər birinin demək olar ki, şəkili var və biz turda o şəkillə o obyekti tutuşdurub göstərəndə ki, bax bu 120 il əvvəlki halıdır, bu indiki haldır, insanlara çox maraqlı gəlir. Aleksandr Mişonun 137 il əvvəl Sabunçu dəmir yolu vağzalının, oradakı neft fontanını, Sabunçudakı neft fontanını çəkdiyi şəkil var. Biz həmin təpəyə çıxırıq. Biz o şəkili belə tutanda insanlar çox belə qəribə olur ki, yəni Bakının bu tərəfi də var. Sabunçu necə deyirlər, Bakının neft erasını, Azərbaycanın inkişafına, dirçəlişinə səbəb olmuş o neft erasının tarixini göstərmək üçün ən unikal yerlərdən biridir. Biz adətən deyirik, Azərbaycan neft ölkəsidir, Azərbaycanın zəngin neft yataqları var, Azərbaycan sürətli inkişafına neft səbəb olub. Bəs bu neft harada çıxarılıb? Onun tarixi necədir? Biz indi bir heybətə getsək görəcək ki, orada bir dənə kaçalka qoyublar, o ilə nəyisə izah eləmək istəyirlər, neft tarixini. Amma neft tarixi belə izah oluna bilməz. Neft tarixi həmin o sənaye rayonu ilə, neft rayonu ilə izah oluna bilər. Bu da ən gözəl nümunə Sabunçu ola bilər. Balaxanını təmir elədilər, Ramanını təmir elədilər, hansı ki onlar məhdud tarixə malikdir, məhdud əraziyə malikdir. Yəni Sabunçu qədər geniş bir Sabunçu mədəniyyətlərin toqquşduğu, müxtəlif insan taleylərinin birləşdiyi bir məkan olub. Hansı ki günümüzə qədər də bu davam edir. Əgər Balaxanı kimi, Ramanı kimi Sabunçu da bir o bərpa layihəsi olsa, hər hansısa bir bərpa layihəsi olsa, artıq orada böyük bir necə deyirlər, neft rayonu tarixi əmələ gələcək. Hansı ki Ramana, Sabunçu, Balaxanı artıq turistləri biz Balaxanının 3 küçəsi ilə, Ramana qalası ilə məhdudlaşdırmayacağıq. Sabunçunun daxilinə salacağıq və onlar nəinki neft, Azərbaycanın biz son illərdə ən çox apardığımız təbliğatlardan biri Azərbaycan multikultural bir ölkə olmağıdır. Biz Sabunçunun bərpa layihəsi əgər olsa, Sabunçu bərpa olunsa, multikulturalizmə nümunə göstərilə biləcək ən gözəl yerlərdən biri də məhz Sabunçu kəndi olacaq. Təəssüflər olsun ki, Sabunçudakı heç bir bina, məscid istisna olmaqla, dövlət qeydiyyatına, yəni Mədəniyyət Nazirliyi tərəfindən, Mədəni İrsin Qorunması Fondu İdarəsi tərəfindən qeydiyyata alınmayıb və onların sökülməsi an məsələsi ola bilər. O binaların çox böyük bir tarixi var, hansı ki üzərlərində onların adlar da var, həmin mülkü inşa etdirən şəxslərin adları, hansı ki inşa olunduğu illər də var, tanınmış şəxsiyyətlərin orayla bağlı böyük bir xatirələri var.